Mənim qızım hazırlıqdan gəlirdi, oxumaq istəyirdi. Neft Akademiyasında, rəssamlıqda oxumaq istəyirdi. Günü 5 manata gedib mən uşaq sahələrdə onun bunun qabağında işləyir. Çöllərdə işləyir. Uşaq yekəldi. Yekəltmədim ki, kimsə hansısa bir şərəfsiz mənim uşağımı yoldan gələndə alladıb aparalar, təcavüz eləyirlər, şantaj eləyirlər, mənim balam başına oynaşdılar. Sizdən artıq dərəcədə xahiş edirəm, Mehriban xanım. Mən bir həftədir nələr çəkirəm, nələrdən keçirəm. Nə yatmağım var, nə durmağım, balama qarol çəkirəm. Balamın psixi təsiri də olubdur. Balam nələr çəkdiydi, mən nə yaşadığımı bir Allah bilir, bir də özüm bilirəm. Bir yetimin haqqına girənlərin cəzasını verin, xahiş edirəm. Mehriban xanım, prezidentimiz, dövlət məmurları, dövlət xanımları, Azərbaycanın yaxşı qardaşları, yaxşı bacılar, yaxşı analar, sizlərin hər birindən xahiş edirəm, nə olar. Mənim yetimin haqqını əxlamaya qoymayın, nə olar, göz yummayın. Artıq dərəcədə xahiş edirəm. Cənab Prezidentim, Mehriban xanım, dövlət məmurları, nə olar, bu mənim balamı təcavüz eləyənlərin cəzasız qoymayın, nə olar.